Salam hörmətli izləyicilərim. Bugün də belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jiletə, jaketə, svitrə, nə istəsəz toxuya bilərsiniz. Uşaq üçün, böyük üçün. İlməkləri burada 3-3 yığıram. 3-3 ilməklər yığırıq. Naxışı toxumaq üçün. Bir də kənar ilməyi yığırıq. İndi bunu qısa formada yığacam mən. Milmin üstünə. İki, üç, dört, beş, altı, yedi, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek yığdığım ilme. Bir, iki, üç, dört, beş, altı, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek. Buradan da bir düğün atıram ki açılmasın. İndi ben burada rezinka toxumuram. Kim istəyir rezinkada toxuya bilər. İndi bura düz üzüdür. Bir sıra tərs toxuyuram. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Rezinkanı kim necə istəyir elə də toxuya bilər. İndi tərs üzdən də yenə hamısını tərs toxuyuram. İndi düz üzdən bütün ilməkləri hamısını düz toxuyuram. Kənarı götürdüm. Qalan ilməkləri hamısını düz toxuyuram. Tərs üzdən yenə ilməkləri hamısını tərs toxuyuram.
İndi düzdür. Bura düz üzüdür. Düz üzdən kənarı götürdüm. 2 tərs toxuyuram. Burada indi birinci ilmeği götürürəm. Bu 2 ilmeğin içindən bir ilmek çıxardıram. Birini artırıram. Birində yenə çıxardım. 2 ilməkdən 3 ilmek çıxardıram. Yəni bir ilmek çıxardım. Birini artırdım. Yenə birini çıxardım. 2 ilməkdən elə bil 3 ilmek çıxardıram. Yenə də 2 ilməkdən birini çıxardım. Birini artırdım. Yenə bir ilmek çıxardım. Kənardakini də tərs toxudum. İndi arxa üzdən kənarı götürürəm. Burada bil ki 2 ilməkdən 3 ilmek eləmişdik. Bu ortada artırdığım ilmeği milin üstündən çıxardıram. Bu yana toxumuram. Bu 2 ilmeğin ikisindən bir ilmek çıxardım. Yenə elə bil əvvəlki vəziyyətə gəldi də. Yenə ortadakı ilmeği çıxardıram. Bu 2 ilməkdən bir ilmek. Yenə bu ortada 3 ilmeğin, bu ortada artırdığım ilmeği çıxardıram, toxumuram. Bu 2 ilmeği ikisindən bir ilmek çıxardıram. Axıra qədər belə eyni toxuyuram hamısını. Axırıncını da yenə ortadakı ilmeği çıxardım. Bu 2 ilmeğin ikisindən bir ilmek çıxardım. İlməklərin sayı yenə əvvəlki kimi oldu. İndi bura düz üzüdür. Düz üzdən birinci ilmeği götürürəm, toxumuram. Bu qalan ilməkləri hamısını düz toxuyuram. Belə formada bir naxışa alınır. İndi arxa üzdən yenə bütün ilməkləri tərs toxuyuram. Formada. İndi yenə bu düz üzdən bir sıra toxuyuruq düz, arxa üzdən də yenə bir sıra tərs.
eyni naxışı, eyni formada yenə təkrar eləyirik. Bu formada belə bir naxış alınır. Bu da belə. Bəyəndinizsə, bəyən düyməsini basmağı, abunə olmağı da unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.